Candar bəy, güneyimizdə nümayişlər başlayıb, aksiyalar başlayıb. İstəyərdim bu haqda da fikirlərinizi. Zahir bəy, bu gün həmrəylik təbii ki, Azərbaycan Cumhuriyyətində olan xalqına aid deyil. Bilirsiniz, bu bütöv Azərbaycan anlayışıdır. Dünya Azərbaycanlıların həmrəyliyindən daha çox burada fikir gedir. Bu gün Dərbənddən Kəngərə qədər, Məşəddən Türkiyə sınırları içərisinə qədər nə qədər ki, türk toplumu var, onların həmrəy olub, dünya türklüyünün həmrəyli olma fəlsəfəsinin, altyapısının hazırlanması və dünya türk birliyinin keçərləri uğrunda bir mübarizənin tərkib hissəsi kimi dəyərləndiririk. Və bugün də Azərbaycanımızın güneyində bilirsiniz, ciddi siyasi olaylar baş verir və çox adam tarixi yaddaşımızdan fars faşizmin Azərbaycana qəsd məfkürəsindən biraz qonşu dövlət kimi, kənar dövlət kimi yanaşırıq, amma əslində elə deyil. Orada olan insanlarımız bugün sosial mediada çıxış edirlər. Nə fərqi var? Bugün Həmədanlı, Zəncanlı, Xoylu, Ərdəbilli, Təbrizli, Məşədli, Qaşqa yerlərindən, Türkmən səhər yerlərindən danışan hər bir Azərbaycanlı ilə buradakı Azərbaycan köylərində və Azərbaycanın hər hansı bir güşəsində olan insanımızın nə fərqi var onun dünya görüşündə, həyata baxışında, yeməyində, içməyində, danışığında bir fərq varmı? Yox. Oradakı insanların böyük əksəriyyəti bizimdir. Biz oradakı yaşayan digər xalqlar da Azərbaycanlı sayırıq. Zahir bəy, necə ki Azərbaycan Cumhuriyyətində asali xalqlar var, ayrı-ayrı insanlar yaşayır. Biz onları özümüzdən biri saymırıqmı? Bu ölkənin vətəndaşlarıdır. Biz İran adlanan Azərbaycanda türk olmayanları da Azərbaycanlı kimi qəbul edib, onlara da qarşı deyilik, onların da azadlıq uğrunda mübarizə aparırıq və ədalətli bir quruluş uğrunda mübarizə aparırıq ki, o quruluşda türklərin haqq və hüquqları tapdanmasın. Əksinə, türklər digər xalqların haqq və hüquqlarını tanısın. Terrorçu güclər dövləti ələ keçirib, milləti zəlil gününə qoyub, onun çörəyini əlindən alaraq, onları az yalava saxlayıb bu gündə çörək uğrunda bir mübarizə hərəkatı baş verir ki, ondan da güclər yararlanmaq istəyir. Belə bir durumda da fars faşizmin digər əlaltılarını, oyuncaqlarını oynadan güclər hərəkət keçib Azərbaycanımızın, İran adlanan Azərbaycanımızda Azərbaycanın qarşı bir qəsd planı içərisinə girdiyini görürük. Bilirsiniz ki, neçə gündə artıq Tehranda, Məşəddə, Zəncanda, Mərənddə, Şirazda, İsfahanda da dünən olaylar oldu. İnsanlar küçələrə çıxıblar, şüarları da var ki, onlar qiymətlərin aşağı indirilməsini tələb edirlər. İnsanların alacaq qabiliyyəti olduqca artıq acınacaqlı bir durumdadır. Çörək almaq xalqın böyük əksəriyyətində problemə çevrilir. Və hətta xatırlayırsınız, bu yaxınlarda Cumhurbaşqanı Sayın Pezişyan da dedi ki, ölkədə iqtisadi vəziyyət çox ağırdır, bunu düzəltmək lazımdır. Mesaj verir ki, ölkənin gəliri düzgün bölüşmür, mərkəzə gəlmir, sepah terrorçu qüvvələri ayrı-ayrı Xamneyinin illərlə formallaşdırdığı əmamələr altında gizlənən terrorçu güclər, narkotik satanlar, hər bir pisliyə baxanlar, nefti satanlar, qazı satanlar artıq elə bir durum yaradıblar ki, orada insanlar dünyanın ən varlı insanları olmaq əvəzinə bugün çörək möhtac olurlar. Bunu dövlət başçısı artıq dilə gəlib söylüyor və belə bir durumda da xalq özünə bir gün ağlamaq istəyir. Elə bilir, meydanlarda çıxır, təsvirlər olsun ki, fars faşizmi bütün qurum quruluşları xalqın bu narazılığını Pezişyan adına bağlayırlar ki, aha, bu da sizin prezidentiniz ölkəni idarə eləyə bilmir. Halbuki ölkəni bu günə qoyan sizsiniz. Embargolarla İran adlanan Azərbaycanı üz-üzə gətirən sizsiniz. Milli dəyərlərə söykənən dövləti işğal edib, terrorçu bir dövlətə çevirən sizsiniz və dövləti dövlət anlayışından çıxaran sizsiniz və indi də xalqın rifahı uğrunda mübarizə aparan Pezişyanı hədəf etsiniz. Bununla da yanaşı, elə hadisələr başlayan kimi oradan artıq Amerikada oturan Netanyahu'nun kuklası Rıza Kiruz Pəhləvi, Kir Pəhləvi meydana çıxıb xalqa müraciət edir. Ardınca kim çıxış eləsə yaxşıdır Zahir bəy? Netanyahu İran xalqına müraciət edir. Kir Pəhləvi xalqı meydanlara səsləyir. Netanyahu da dün bir açıqlama yaydı ki, İran xalqı sizin azadlığınızı biz tam dəstəkləyəcəyik, sizi meydanlarda gözləyirik. Belə dövlət olur. Belə hökumət başçısı olur. Bir hökumət başçısı
başqa bir dövlətdə xalqı çağırır ki, gəlin mitinqlərdə çıxış eləyin. Əvvəlki illərdə olduğuna görə Zahir bəy, bu gün az olsa da, böyük sosial problemlər içərisində yaşasa da, Azərbaycan türkləri, İran adlanan Azərbaycanda yaşayan bütün türklər artıq bu mitinqlərə çıxmama haqqında qərar verdilər. Xalq artıq etiraz edir ki, biz Şir Pəhləvinin çağırışınla meydanlara çıxmarıq. Netanyahu da İran adlanan Azərbaycanı özünü Birləşmiş Ərəb Əmərliyi kimi bilməsin. Burada yaşayanlar türkdür. Onları kimsə oynada bilməz və türkün də iradəsindən onu meydana çıxartmaqla ki, Rusu hakimiyyətə gətirmək uğrunda mübarizədən əl çəksinlər mesajını veriblər. Xalq da belə bir şüar verdi. Azərbaycan şərəfdir, şah bir şərəfdir. Ay maşallah, necə gözəl şüar seçiblər. Bəli. Bax, bugün İran adlanan Azərbaycan da Azərbaycan türklüyünün şüarı budur. Pəhləvilər şərəfdir. Azərbaycan şərəfdir, pəhləvilər bir şərəfdir. Artıq dış güclərin əlini oynayan kukla, 25-ci ildə dədələri hakimiyyətimizi zəbt edən zat yenə sıra dışı qalır və yenə anlaşdığı, oynaşdığı güclərin əlində kukul olaraq hər hansı bir təsir imkanı əldə edə bilmir. Amma xaricdə oturan yenə o şarlatan Azərbaycan adına fəaliyyət göstərən 4-5 nəfər var ki, hələ də onlar da fitnələrlə əl çəkməyib. Şahın oğlunun kuklalığını eləyərək xalqa müraciət edirlər, sokaqlara çıxın. Sokaqlara Netanyahu da çağırır, Pəhləvi Kirus da çağırır. Sən də çağırırsan, sən mənə de görüm, sən kimsən? Sən kimsən, deyə bilərsənmi? Və meydana çıxdı bu xalq, nə olacaq? Məqsədin nədir xalqı meydana çıxarırsan? İran adlanan Azərbaycanı darmadağın eləyib orada Kürdistan mı qurmaq istəyirsiniz? Və eyni zamanda Azərbaycanda bir Farsistan mı qurmaq istəyirsiniz? Bunlardan əl çəkin. 86 milyona yaxın nüfuzu var. Onun %60-70 civarında türk olduğunu hər kəs bilir. Zahir bəy. Söhbət Azərbaycan türkləri kimi tanıdığım türklərdən getmir. Təbii ki, orada Xorasan türklüyü, orada Türkmensara türklüyü, Qaşqay türklüyü və ayrı-ayrı türk boyları bütün götürəndə %60-70 arasında türklüyü var. Sən o türkü ayağa qaldırıb, türkün başına yenidən nəsə hörmək mi istəyirsən? Yenidən 1925-ci ili Azərbaycanı yaşatmaq istəyirsiniz? Yenidən Azərbaycanı 1979-cu ildə ki fitnəyə mi sürükləmək istəyirsiniz? Başara bilməzsiniz. Azərbaycan xalqı, Azərbaycan türkləri, İran adlanan Azərbaycanda olan bütün türklər mesajını verdik. Netanyahu da qırmızı vərəqlərini göstərdilər ki, geri çəkil. Bura sənin üçün Birləşmiş Ərəb Əmirliyi deyil. Bura sənin üçün kukla hər hansı bir xalq deyil.